Demək ki, bu hay-küylər də yaradıblar, panik yaradıblar. Həmişə bu imperialist dövlətlərin özü də Rusun yəni misal üçün də indi Venezuelada gördünüz ki, orada bir durum var idi ki, ondan sonra Amerikanın orada siyasəti bura Venezuela deyil. Yəni demək ki, Ermənistan Venezuela deyil bura. Və Rusiyada o gücə də sahib deyil. Bu son həftələrdə siz gördünüz, yəni Avrupa Birliği, Avrupa'nın demək ki, pulu da var. Özlerini o yola vurmuşdular Avrupalılar. Hem pulu var, Avrupa'nın nüve silahı var. Bunu Amerika'da bilir. Nüve silahı var, pulu var, ordusu güçlü, teknikası güçlü. İndiyə kimi biraz tembelliğe vurmuşlar özlerini. Amerika'da deydi ki, ben demək ki, desem ölün, qalın. İndi o cür değil. Avrupa'da gösterdi ki, indi birbaşa, yani geçen haftalar içinde Trump'ı vermirsən, vermə. Biz burada demək ki 90 milyar dolarla 100 milyar doları verdik. Və demək ki elə bu oyunlarla o adamın da başını demək ki Məcaristanda yedirtdilər, getdi. O da Putin hesabına getdi, utuzdu getdi Məcaristanda. Sözüm onda yox. Məsələ budur. Kimsə Putinə qurban getmək istəmir. Avropada göstərdi ki, hazırıq danışığa, amma məsələ budur. Torpaq bütövlüyü, Ukraynanın torpaq bütövlüyü və Trump da keçən həftələrin içində, Amerikanın içində demokratlarla bir cürü dil tapmaq üçün demokratlarla demək ki, bu Ukraynada bundan artıq da gedə bilməzdi. Qırmızı xəttin haradır Putinlə? Putinlə ilişkilərin nədir? Hara kimin geri oturacaqsan? Yəni bu gedən ən azı bu il yarımın içində cənab Zelenskiyə qarşı doğrudan da Ukrayna başda cənab Zelenski olmaqla yaxşı siyasət yürütdülər. Yəni demək ki, bu günləri Ukrayna silah satır. Bu günlər Ukrayna demək ki, körfəzdə gedir, demək ki, Kəngərinin körfəzində gedir, yardıma gedir, silah da satır açıqcasına və gəlir, İrəvana gəlir açıqcasına və demək ki, hətta Gürcüstanın da siyasətini etkiləyir ki, orada açıqcasına. Məsələ budur ki, Ukrayna o qədər gücləndi ki və güclənəcək də və gedişat onunlandır. Yəni dünənləri ki, o Rusiya başlayıb ki, ay soğuracağım, yadınızdadır ki, indi 7 nəfər demək ki, Ukraynada ölüb. Kiyevdə. Amma qabaq zamanlar bilirdiniz, elə bu yüzlərcə adamı qırırdı. Amma bu həmin Ukraynadadır, Rusiyadır ki, məcburdur ki, həm demək ki, dəyişsin, əsirləri dəyişsin. Həm demək ki, hadi bu günlərdə, son 24 saatda Putin başlayıb zümzümə eləməyə, Zelenski ilə dəyişir, danışarıq. Və nəzir oldu, sən heç bunun legitimliğini qəbul etmirdin. Sən kimi dündürəsən deyəsən ki, Ukraynada seçkiler olsun, filan olsun. Rada orada və demək ki, millət də döyüşür. Hətta dünəndən bəri baxın, Ukraynada millət də döyüşəcək, ordumuz döyüşəcək və ordu da vardı. Və bir şey də vardı. Hətta demək ki, nə deyirsiniz, cənab Zelenskinin sağ əli olan adama deyirlər ki, burada korrupsiyaya qarşı əlin vardı ki, zindana. Heç kəs də demək ki, yardımcı olmur, heç kəs. Zelenski də çıxıb demiş ki, bu mənim dostumudur, ondan sonra prezident aparatının başçısıydı, güclü adam filan, yox, zindana get. Ukraynada böyük təmizlik gedir, Rus murdarlıqlarının demək ki, o qalıntılarını yığışdırırlar. Ona görə də bu hayküy yaranırlar. Rusiya gələcək, neyniyəcək? Sən gələcəksən demək ki, işğal edəcəksən təzədən biz adı Ermənistanı, Qafqaza elə deyil. Eləncə işlə əl atsa, Rusiyanın demək ki, axırı gələcək. Yəni, bu axırı olacaq, amma lap indi tez olar. Ona görə də indi, dünən axşama kimin, baxa görə ki, bu cənab demək ki, Paşinyanın seçkilərdə durumu nədir? 49 və plus 50% olub bu günləri. Səninkilər onları deyirəm, yəni. Köçəryan bu Ermənistanda, bu Qarabağdan demək ki, durub qoyub qaçanlar özləri gediblər. Gedib onların başlarının bəlası olublar. Hətta gedib o yerlərdə deyirlər ki, otellərə zada girirdilər, sonra burada vermir. Çıxıb gedirsiniz, gedin xarici ölkələrə, kimsə də qəbul etmir. Ona görə də gəlib başımızın bəlası olubsunuz. Açıqcasına Rusiyada Paşinyan əli doludur. Deyirsiniz, bizə gəlibsiniz, oturun çörək yeyin. Amma bizim başımızın bəlası olubsunuz. Bu 30 sənə içində nə eləyib Gürcüstan? Baxışda onun Ermənistan. Hansı nailiyyət əldə edib? Hansı inkişafdır? Dünya ilə işğalçı bir demək ki, rejim kimi. Və Paşinyan da haqq olaraq o hakimiyyəti qazanıbdır. Qazanıb bunların əlindən çıxardı və bu günlərdə görünür ki, Paşinyan bu keçən aylar içində də yaxşı vaxta başladı. Millətin içinə, rayonlara getməklə, cəmaatla danışmaqla, onun biri də gülürdü. Hətta belə oldu ki, anına da axır gəldi Paşinyanı dəstəklədi. Mən Paşinyanı dəstəkləyirəm. Yəni, məsələ buradadır ki, bunun ictimai gücü çox çoxalıbdır.
Və yenə dedim də, dünən gecəyə kimi hələ 49 faiz, yəni bu Rusunçular hardadır yəni? Rusunçular demək 5%, 3%, özü də ən murdarı bunların orada kimdir? Köçəryandır. Köçəryan bu günləri Paşinyanın mərhəmətindən çöldədir. Yəni bunun demək ki, neçə dənə hökmü var bunun, neçə dənə demək ki, orada murdar işlərindən əli vardı, məhkəməli və zindana, bu gələ zindanda oturur. Avropa ölkələrində olsaydı, indi elə, nə deyirsən, Radisin yanında oturmuşdu zindanda. Qutaran da olmazdı onu. Ona görə bu hayküydü, panik yaradırlar, ay Rus gəlir, elə bizdə də belə idi, panik yaradırlar, ay Rus gəlir, Rus Erməniyə kömək eləyəcək, o qara gecə vardı, qara gecə, noyabrın 10-unda. Orada Azərbaycan prezidentinə o zaman baxanda televizyona biz gecə hamımız baxırdıq, o saniyələri bilirdik ki, axır dəqiqədə Rus bir oyun çıxardacaq. Biz qalib kimin hər şeyi demək ki, orada əldə edirdik. Putin tapıldı, qoydu orada Ruskanın qələmi, kağızı, Paşinyan da yerinə mən qələm çəkirəm, mən imzalayıram, mən yazıram. Və o oyunu çıxardı. Azərbaycanda bildirdi ki, millətimiz, ordumuz, dövlət, hamımız domuqluq qaldıq. Bunun sonra oyun nə olacaq? Bu cür soxuldu Qarabağa filan oldu. Azərbaycan dövləti də qalib gəldi. Putin bildi da harda oturmalıdır, harda demək ki, danışmalıdır və sonra onun davamında dəfələrlə onun dəvətlərini Azərbaycan prezidenti rədd elədi. Axır getdilər uçağımızı vurdular, panik yaratsınlar. Ay bu Rus heç deyil, boş şeydir. Rusdan qorxuyormuz. Rusun içi boşdur. Öz işlərində demək ki, sən əgər demək ki, doğrudan da bir ölkəsən, demək ki, gəlişmiş ölkə, niyə interneti, niyə demək ki, başqa demək ki, o kommunikasiya imkanlarını kəsirsən, medianı kəsirsən. Rusiyanın özünün içində böyük sıxıntı və çalxantı vardı. Adam özündən qorxur. Öz içində Ruslar belədirlər. Bir dəfə qaynayacaqlar, nə Putin qalacaq, nə ətrafındakılar. Ona görə də bu günləri Ermənistana ay gəlib erməni tutar, erməni əldən buraxmayacaq, elə deyil. Batı dünyası da, Amerikası da, Avropası da buna göz yuması deyil. Elə boş-boşuna durub gəlib yığılmamışlar İrəvana. Bizə qarşı deyil diyorlar İrəvana gəlmişlər Avropalılar. Onlar demək ki, Rusa bir dənə açıq mesajdır ki, day bu 20.920-ci illər deyil. Sən demək ki, Gürcüstana, Ermənistana və demək ki, o Gürcüstanda gəldi, soxuldu, sonrasından da başqa oyun oynadınız, demokratik yolla gedən bir ölkəni demək bu günə gəldi, saldınız, eləyə bilməz. Hələ onu da demək ki, tam boğazlarından getmir. Amma bunların hamısı Sayın Heydər bəy. Azərbaycana, Azərbaycan dövlətinə, Türk millətinə, ay Rusiya yenidən istəyir oyun qura, yox, bunlar daha keçibdir. Bunlar qutarıbdır. Tehran rejiminə ay əl atır. Yenidən Tehranda kimi xortladacaqlar. Ondan sonra aynən orada danışırıq Rusiyanla, bizə heç zad eləyə bilməyəcəklər. Bir dənə də demək ki, güllə ata bilməzlər və bu da demək ki, getdiyəcən Türk millətinin xeyrinə, Azərbaycanın xeyrinədir və hələ o gün doğsun, qayıdır bu Trumpda, o da ki, demək ki, Netanyahu'dur, buraxmayacaqlar bu aşağıda ay ölkələri qatışdırmaqla. Elə sən hələ yer hazırla, abi nədir, Bəşar Əsədi oradaydı, belədir, ondan sonra Yanukovici orada saxla, o nə qədər demək ki, bu zirzibillər ki, yollamışdın və millətləri qırğına vermişdin, ona görə onlar hələ yığ saxla, onlara yer ayır. Yəni burada bölgədə gərginlik yaratmaqla, ondan sonra dünyanın gedişatının qarşısında demək ki, oyun çıxartmaqla Ruslar bir yerə vara bilməyəcəklər.